Hi there, your teacher Ginezade is here again. Today I am going to set out your bar chart in IELTS. This lesson is going to be for both IELTS students and PhD students, so that's why I will talk both in Azerbaijani and English. Herkese salam dostlar, ben Ginezade. Qajar Akademinin İngiliz dili müəlliməsi. Bu videomuzda biz bar chart'a toxunacağıq. Hem burada Azərbaycan və İngilizcə danışacağım ki, hem bizi PhD tələbələrimiz, həmçinin də IELTS tələbələrimiz başa düşsün. Vaxt itirmədən gəlin başlayaq. Hər zamanki kimi bizim verilən sualımız var və biz bu verilən sualı parafraze etməliyik. Parafraze metodu demişdik ki, nədir? Biz sözləri və ya da cümlənin strukturunu dəyişdiririk, amma mənada eyni saxlayırıq. Gəlin ilk öncə burada olan sözlərimizi analiz edək. Biz dəqiqliklə bilirik ki, below sözünü istifadə etməyəcəyik. Chart burada. Chart sözümüz. Genel olarak chart yazılır ama biz chartımızın adını qeyd edərək həm word countumuzu artıra bilərik, həm də examiner'a göstərə bilərik ki, biz hansı chartın olduğundan xəbərdarıq. Daha sonra bizim burada expenditure ifademiz var. İlk önce biz expenditure'ın ne olduğunu bilməliyik. Expenditure puldur, bizim xərclədiyimiz xərclərə deyirlər. Burada da bizim book'a, carsa, computer'a, perfume ve camera'sa koyduğumuz pullardan söhbət gedir. Ve burada two countries qeyd edib. Bunlardan biri France ve UK'dir ve sadece 2010 yıl üzrə müqayisələrimizi aparacağıq. Ve burada consumer goods var. Yani camera'sa, perfume'a, booksa, computer'sa ve carsa işaret edilir. Şimdi gelin vaxt itirmədən başlayaq parafraze etməyə. Hər zaman dediyim kimi fiil, sifət ifadələri qoyun və məsəl üçün tam ki siz described bar chart demişsinizsə gives deyin, compare deyin və ki compared bar chart deyirsinizsə describe deyin, depict deyin, indicate deyin. Yəni eyni fiil formaları olmasın. Məsəl üçün mən istəyirəm ki provided bar chart deyim. The provided bar chart. Mən shows'un yerine compare ifadesini yazmaq istəyirəm. Compares. Okay, bayaq dedim ki expenditure xərclərindən pul deməkdir. Mən də istəmirəm expenditure yazsın. Onun yerine xərclərindən pul yazmaq istəyirəm. Və bir expenditure sözünü paraphrase etmiş olaram. Compares the amount of money spent on. Burada mənə consumer goods deyir. Mən yaza bilərəm 5 various distinct different consumer goods, namely cars, cameras, and etc. Ya da ki ümumiyyətlə adlarını yaza bilərəm. Spent on cars, computers, books, perfume, and cameras. 5 different gəlin yazaq. Consumer goods in France and UK. Artık orada in 2010 yazıp ben yazabilirim. The year of 2010. Bu şekilde yazabiliriz. Bu da bizim olduğumuz parafrazimiz. Daha sonra biz overall'a baxırıq. Overall'da bizim izləyəcəyimiz iki xətt var.
ya highest veya ki lowest point'i göstereceği ya da ki azalma, artma sırasını göstereceği. Azalma, artma sırası daha çok ikili illerde olur. Yani o biraz dinamik olan chartlara aitti, en esas da line grafa aitti. Ama burada indi baxacağıq, analiz edəcəyik, hansı bizə uyğun gəlirsə onu istifadə edəcəyik. Hər zaman asan yoldan getmək ən yaxşısıdır. Çünki bu zaman data beyninizdə daha yaxşı necə deyirlər, store olunur və bir şey ki store edirsinizsə, yəni bilirsiniz ki, nə sizin əlinizin altındadır, onu sizin üçün artıq praktis etmək daha asan olur. O zaman gəlin baxaq burada. Baxıram ki, cars nə qədər pul sərf olunub? 450.000 funt sterling və qara Fransanı işarədir, UK isə qırmızı işarədir. Mən fikir versəm, burada artma, azalma kimi bir periyod yoxdur. Çünki məndə ancaq 2 dənə ölkədir və mən məsələn deyə bilmərəm ki, kar burada az idi, burada artıq xeyr. Çünki bu hər iki ayrı ölkə üçündür və mən hər iki ayrı ölkə üçün xərclənən pulu yazmalıyam. Yəni, məsələn, Kars Fransada 400.000 funt sterling xərclənirsə, UK-də 450.000 funt sterling xərclənir deməkdir. Baxıram, hər iki ölkədə ən böyük pul qoyulur Karsa. Düzdürmü? Daha sonra ikinci yeri book tutur. Ondan sonra gələnlər isə məsələn burada fikir versəniz computers və cameras UK-də. Məsələn 350'lərdə də burada biraz təqribi 300'dən yuxarıdır. Sonra baxıram ən az pul xərclənən yer isə məsələn UK-də perfume'dur, amma Fransa ondan məsələn ötədir. O zaman məsələn belə gedə bilərik. Deyə bilərik ki, hər iki ölkə, fikir versəniz, hər iki ölkədə ən çox pul kara gedir. Baxın, o mislərin hamısı daha azdır. O zaman məsələn overall belə götürə bilərik ki, hər iki ölkədə insanlar daha çox maşına pul sərf edirlər. Amma UK məsəl üçün perfuma ən az pul xərclədiyi halda Fransalılar ən az pul kameralar almağa xərcləyirlər. Bu da bizim olur ümumi overallımız. Kompüter və book'u artıq yazmağa ehtiyac yoxdur. Çünki overall, yəni mən ümumi olaraq cədvəldə nə görürüm, onu ifadə edir. İndi gəlin overallımızı yazaq. Hər zaman cümləmizi overall'la başlayırıq. Overall, it is evident that burada Fransalılar və UK'lilər, yəni Britaniyalılar deyə bilərəm. Ona görə də, yəni ölkənin adını yazmaq yerinə xalqın, millətin adını yazıram. Bu da parafraze etməkdir. Overall, it is evident that the majority of the French, and British spent money on cars. İndi burada devam edirik. Bayaq dedik ki, parfuma ən az UK-lilər, kameraya da ən az Fransalılar pul qoyur. O zaman yazacağıq ki, although the expenditure on perfume was less in UK, in the UK,
xərclənən vəsait UK-də az idi. Yəni eyni şeyi Fransalılar da kamera üçün experience ediblər. Yəni eyni şey biz Fransa üçün kamera söhbətində deyə bilərik. Bu bizim artıq olduğu overall'umuz və paraphrasing hissəmiz. İndi gəlin detail paragraflarına maraqlanmalıyıq. Detail paragraflar artıq burada başlayıb müqayisə etməyə. Yenə də bizim üçün ən asan hansı tip müqayisə metoduysa, onu istifadə edəcəyik. Bildiyiniz kimi IELTS-də yəni çoxlu yollar var və biz ən asandır. Bizim üçün işi, prosesi asanlaşdıracaq hansıdırsa onu edəcəyik. İki cür müqayisə edə bilərik. Ya ayrı-ayrılıqda hərəsini müqayisə edə bilərik. Yəni ayıra bilərik cars'ı, computers'ı, books'u bir yerdə, perfume'u, camera'sı bir yerdə deyə bilərik. Ya da hər ölkəni ayrı-ayrılıqda edə bilərik. Yəni birinci main body paragrafda Fransanı, ikinci main body paragrafda isə UK'yi edərik. Bəlkə də deyə bilərsiniz ki, o zaman bunun harası müqayisə oldu? Xeyr, burada müqayisə olur. Biri var ki, ölkəni qarşılıqlı şəkildə müqayisə edəsən. Biri də var ki, mən ölkələri müqayisə etmək istəmirəm. Mən sərf olunan pulların sərf olunduğu quclarla mən müqayisə etmək istəyirəm. Hər iki halda bu müqayisədir. Ona görə də mən də asan yol hansıdırsa ona müraciət edirəm. Mənim üçün asan yol UK və Fransanı ayrı-ayrılıqda yazmaqdır. Ona görə də mən bu metoddan istifadə edəcəm. Bunun üçün bəzi girişlər verməliyik ki, examiner bilsin ki, biz nədən söhbət edəcəyik. Məsəl üçün, başlaya bilərik ki, turning to France. Məsələn. Artıq başlayırıq yazmağa. Turning to France. Deyərik ki, karların alınması bütün qalanların üzərində dominantlıq təşkil edir. Yəni insanların daha çoxu kar alıblar. Burada yazmışdı kar satışı. Zaten satış yükseldi ve onlar da yani maşının satışı yükseldi. Niye? Çünkü insanlar daha çok maşın alırlar. Ona göre yani biz bunu bu şekilde paraphrase ettik. Daha sonra ne yazabiliriz? İkinci yeri ne teşkil edir? Kitaplar teşkil edir. Burada yadımızdan çıkartmayalım ki rəqəmlər istifadə etməliyik. Dominant over the dedik ki, over the rest throughout the period. Burada məsəl üçün yaza bilərik ki, the number reached məsəl üçün neçə yazılmışdı? For 3,000 pound sterling. Aha, böyle gitti. Daha sonra kitaptan danışıyor. On the other hand, bu deməkdir ki, Fransalılar deməli kitaba baxalım. Kitaba və kompüterə baxanda, kompüterə 350-dən çox, biraz çox, kitaba 200
daha doğrusu 300 civarında pul xərcləyiblər, düzdür? Məsəl üçün yazaq ki, on the other hand, people in France spent nə qədər pul xərcləyiblər? Dedik kitaba 300.000 funt sterling. Belə getdi. Daha sonra kompüterə burada görürük ki 350'dir. Parfüm görürəm ki 200.000 daha doğrusu və kamerada isə yenə buradan baxırıq 150'nin 150'dədir tam olaraq. Deməli, ən böyük kompüterdir. Bu ikisini kompleks şəkildə yazarıq. Daha sonra bunu ayrılıqda yazarıq, bu ikisini kompleks şəkildə yazarıq. Gəlin yazaq. Dediğine göre geldi. 2000 buradandır, kameradan da 150 düzdür. Gel o zaman diye ki 2000 ve 150 ardıcılıkla gel buraya yazıp 150 ve 200.000 funt sterling ise hardan gelir? Parfümden ve kameradan düz mü? O zaman diye ki ardıcılıkla yazılır. Burada ardıcılığı göstermek için respectively ifadesini istifade edeceğim. Bu oldu bizim birinci main body'miz. Burada artık detail'ları verdik. Şimdi gelin UK için aynı şeyle. Bayaq gördük ki, en çok pul Fransa'da da, UK'de de kara olunub, düzdürmü? Deməli, Fransa ile UK'nin arasında oxşarlıq var idi. O zaman mən gəlin eləməyə ikinci main body paragrafımız similarly və ya ki likewise sözü ilə başlayıb paragrafıma giriş edib və başlayayım artıq müqayisə etməyə. Likewise Fransa kimi the UK residents spent ne kadarsa 450.000 funt sterlingini on the cars. Daha çok mu burada harcayıp düzdür? Daha sonra baxaq. İkinci çok aldığı şey nədir? Kitapdır. Belə değil mi? But the second place belonged to the books which people
Nə qədər alıblar? Pound sterling, sorry. Okey. Bu bura getdi. Daha sonra kompüterə baxarıq UK üçün. Bookla kar gedir. Kompüter 350'dir. Parfüm olub 150'dən, 100 mindən, 100 mindən biraz yuxarıdır. Kamera yenə də 350'nin üstüdür. Aha. O zaman biz kompüterlə kameranı 350 civarında yaza bilərik. Ən axırda parfümü saxlayarıq. Yazaq ki, deyək ki, the British people spend approximately on ne dedik? Kompüterde 350'de tam 350'de, kamerada 350'den yukarı. Ona göre ben burada approximately sözünü yazmışam. Okey, buranı yazdık mı böyle? While koyup cümleni devam edirik. Diğer ki, the least amount of money was put on. Diğer ki, parfüm çünkü görüyor ki 100 mindən yukarıdır. Hatta diyebilir ki, this amount of money came from perfume. İstemezse tekrar etmeye. Amount of kapitalı diyebiliriz. Came from perfume. So, böyle kurtardım. Artık bu bizim detail paragraflarımız hamısı hazırdır. Əlavə olaraq doktorantura imtahanında conclusion hissəsi əlavə ediblər. Bu ayət isə qətiyyən aid deyil, sadəcə doktorantura aiddir. Yəni, artıq biz ümumi şəkildə bir conclusion yazacağıq. Necə yazarıq? Deyərik ki, Britaniyalıların və yəni Fransalıların ən çox aldığı əşya belki əmlak deyək, maşın olduğu halda daha az pulu tutan ki deyək parfüma xərcləyirdilər. Bunun yanı sırada yenə də eyni şəkildə olaraq Fransalılar da maşına pul xərclədiyi halda ən az pulu da kameraya qoyurdular. Bu şəkildə biz conclusionumuzu yaza bilərik. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. İnşallah ki bu video sizin üçün faydalı olur. Hələlik.